Mən Əhmədzadə Akşin, Prime Avtobakonun direktoru. Artıq 2 ildən çoxdur ki, GV Logistiklə əməkdaşlıq edirəm. Avtomobil ixrac ilə məşğul olan dillerin ən böyük problemlərindən biri konteynerlərin gec açılmasıdır. Bundan öncə əməkdaşlıq etdiyimiz şirkətlərdə bütün proseslər qapalı saxlanılırdı, dillərə heç bir məlumat verilmirdi, konteynerlər 15-20 gün ərzində açılırdı. Lakin GV Logistiklə bu proseslər cəmi 2-3 gün ərzində baş verir. Konteynerlərin gec açılması nəticəsində kapital dövrədən kənarda qalırdı. Bu da çox böyük ziyanla nəticələnirdi. Həmçinin GV Logistikdə bəyəndiyim digər bir xüsusiyyət də şəffaflıqdır. Konteyner açıldıqdan sonra avtomobilin şəkillərlə birgə 360 dərəcə videosu da bizə göndərilir. Son zamanlar bəzi logistika şirkətlərinin müştərinin vəsaitini dövrəyə cəlb etdiyini görmüşəm. Ən çox da bu hallar leasinglə məşğul olan şirkətlərə məxsusdur. Bu hallardan çox çəkindiyim üçün bu şirkətlərdən uzaq durmuşam. GV Logistikdə artıq əksiz heç nə yoxdur. İş prinsipləri aydındır. Komandaya uğurlar arzulayıram.